Yəqin ki, hamınız bu hekayəni eşitmisiniz. Pul, istismar və o məşhur gizli siyahı. Bəli, bu hekayə 10 illiklərdir ki, qaranlıq künclərdə gizlənir, güclüləri qoruyur. Amma bilirsiniz, bizim bugünkü məqsədimiz tamam başqadır. Biz bütün o səs-küyü, bütün o başlıqları bir kənara qoyub, sübutların, yəni faktların əslində nə dediyini anlamağa çalışacağıq. Hazırsınızsa, gəlin bu məsələnin ən dərinliyinə baş vuraq. Yaxşı, gəlin elə birbaşa məsələnin özəyinə keçək. İnternetdə, sosial mediada, demək olar ki, hər yerdə qarşımıza çıxan bu məşhur Epstein siyahısı var ha, əslində o nədir? Yəni, bu sadəcə bir kağız parçasıdır, üstündə adlar yazılıb, yoxsa arxasında daha mürəkkəb, daha dərin bir həqiqət var. Gəlin baxaq, bu sualın cavabını tapa biləcəyimi? Baxın, işin ən maraqlı tərəfi də budur. Siyahı deyəndə ağlınıza tək bir sənəd gəlməsin. Əslində bu bir-birinə qarışmış bir sübutlar şəbəkəsidir. Nələr var burada? Uçuş qeydləri, şəxsi telefon kitabçaları, məhkəmə ifadələri, yəni bu əlini alıb oxuyacağın bir siyahı deyil, daha çox böyük bir tapmacanın hissələri kimidir. Və çox vacib bir məqam. Bir adın o sənədlərdə olması avtomatik o demək deyil ki, həmin şəxs günahkardır. Amma bu mütləq və mütləq ciddi suallar yaradır. Yaxşı, tapmacanın hissələrindən danışdıq. İndi isə gəlin bu hekayənin mərkəzindəki əsas fiqurlara keçək. Söhbət Jeffrey Epstein və Ghislaine Maxwell'dən gedir və onların inanılmaz dərəcədə məkirli iş üsullarından. Unutmayın, bu sadəcə iki nəfərin hekayəsi deyil. Bu, dəqiq qurulmuş, mürəkkəb bir əməliyyatın hekayəsidir. Gəlin bir anlıq bu sənədə diqqət yetirək. Bu, Ghislaine Maxwell'in dindirilməsindən bir fraqmentdir. Ondan soruşurlar ki, Virginia adlı qurbana digər qızları cinsi masajlar üçün cəlb etməyi tapşırmısanmı? Cavabı isə gördüyünüz kimi çox qətidir. Xeyr. Və bu absurddur, onun bütün hekayəsi yalanlar toplusudur. Yəni tam bir inkar. Amma hekayə təbii ki, bununla bitmir. Ancaq sonra birdən-birə belə bir fayda ortaya çıxır. Mən karyera məsləhətləri verirəm. İlk baxışdan necə də zərərsiz səslənir, deyilmi? Karyera məsləhəti. Amma bir saniyəlik dayanıb düşünək, karyera məsləhəti sözü gənc, təcrübəsiz və həssas birini tora salmaq, onu manipulyasiya etmək və tam nəzarətdə saxlamaq üçün bir maska ola bilərmi? Bu adi sözlərin arxasında əslində nə gizlənir? Şahidlərin dediklərinə görə, Epstein'in özünə məxsus, çox qəribə taktikaları vardı. Təsəvvür edin, sizinlə söhbət edir və qəfildən soruşur. Sənə 1 milyard dollar versəm nə edərdin? Amma bilin ki, sizin cavabınız onun heç vecinə də deyildi. Əsas məsələ o deyildi. Əsas məqsəd tamam başqa idi. Öz gücünü, öz sərvətini gözünüzə soxmaq, söhbətə tam nəzarət etmək və sizi, necə deyim, bir növ çaşqın, müdafiəsiz vəziyyətdə saxlamaq. Yaxşı, fərdlərdən, onların taktikalarından danışdıq, amma indi gəlin kameranı biraz geriyə çəkək və daha böyük mənzərəyə baxaq. Çünki bu məsələ sadəcə 1-2 nəfərlə bitmir. Söhbət 10 illiklər boyu bu dəhşətli sui-istifadəyə imkan verən, onu qoruyan bütöv bir sistemdən, bir ekosistemdən gedir. Bəs bu sistemi ayaqda saxlayan nə idi? Baxın, o dediyimiz sistem və sükut var ha. Hüquqi sənədlərdə məhz belə görünür. Bu qaralanmış hissələri görürsünüz, bu redaktələri, vəkillərin etirazlarını. Bunlar dostlar sadəcə quru prosedur deyil. Bu, məlumatın ictimaiyyətdən, yəni bizlərdən, bilərəkdən gizlədilməsidir. Hər bir qaralanmış sətir əslində cavabı verilməyən bir sualdır. Və əlbəttə ki, pul faktoru, həmişəki kimi. Təsəvvür edin, J. Morgan kimi dünya nəhəngi bir bank. Daxildə bəzi işçilər narahatlıqlarını bildirsələr də, 15 il ərzində Epstein üçün 1 milyard dollardan çox pul dövriyyəsi həyata keçirir. 1 milyard. İndi gəlin düşünək, bu nə deməkdir? Əgər pulu hərəkət etdirən bir sistem eyni zamanda sükutu qorumağa da kömək edirsə, bu sadəcə bir maliyyə əməliyyatıdır, yoxsa bu artıq bir növ şərik olmaqdır? Və sonra gəlirik 2008-ci ilə və o məşhur, daha doğrusu bidnam, şirin razılaşmaya. Nə idi bu? Qısacası, bu saziş təkcə Epstein'e yox, həm də onun adı çəkilməyən potensial şəriklərinə bütün federal ittihamlardan tam toxunulmazlıq verirdi. Yəni, bir növ azadlıq kartı. Bilirsiniz, bu nəyə bənzəyir? Təsəvvür edin ki, bir yanğın var, amma yanğın söndürənlər gəlib, nəinki o yanğını söndürmür, üstəlik gələcəkdə ola biləcək bütün yanğınlar üçün də sənə sığorta verirlər. Absurd səslənir, elə deyilmi? Bax, bu razılaşma ədalət axtarışına məhz belə bir zərbə vurmuşdu.
Bəs yaxşı, bütün bunlar fonunda 10 illiklər boyu davam edən bu sükut pərdəsi necə oldu ki aralandı? Çünki hekayə xoşbəxtlikdən burada bitmir. Həqiqətə gedən yol isə heç də asan olmadı. Uzun və çox çətin bir mübarizə başladı. Bu zaman oxu əslində hər şeyi çox aydın şəkildə gözümüzün önünə sərir. Bir tərəfdə hüquq sistemi iflasa uğrayır, amma digər tərəfdən araşdırmaçı jurnalistika və ən əsası qurbanların cəsarətli ifadələri sistemi hərəkətə gətirir. Xüsusilə Miami Herald qəzetinin araşdırmaları demək olar ki, bir dönüş nöqtəsi oldu. Bu da bizə onu göstərir ki, bəzən həqiqətə gedən yol məhkəmə zallarından yox, tamamilə başqa yerlərdən başlayır. Və bütün bu mübarizənin, bütün bu hüquqi proseslərin mərkəzində əlbəttə ki, insanlar durur. Bu stat məncə hər şeyi ifadə edir. Bu, kişilər üçün bir dəqiqədə bitir, lakin zorakılıq qurbanların həyatında əbədi yaşayır. Bax bu, bütün o rəqəmlərin, sənədlərin, hüquqi terminlərin arxasında gizlənən acı həqiqətdir, insani faciədir. Bunu anlamasaq, bu hekayənin əsl mənasını da heç vaxt anlaya bilmərik. Yaxşı, bütün bu faktları, hekayələri, sənədləri nəzərdən keçirdik. İndi gəldik ən vacib suala. Bütün bunların bizim üçün, yaşadığımız cəmiyyət üçün mənası nədir? Buradan hansı dərsləri çıxarmalıyıq? Gəlin əsas nəticələrə birlikdə baxaq. Deməli, bu işdən çıxara biləcəyimiz bir neçə çox vacib dərs var. Birincisi o ki var sərvət və güc, bəzən qanunların hamı üçün eyni olmadığı paralel bir ədalət sistemi yarada bilir. İkincisi, nəhəng qurumlar, banklar, hüquq şirkətləri sadəcə susmaqla və ya olanlara göz yumaqla istəmədən də olsa bu cinayətin bir parçasına çevrilə bilərlər. Və bəlkə də ən vacibi, əsl hesabatlılıq göydən düşmür. Onu əldə etmək üçün davamlı mübarizə, təzyiq və şəffaflıq tələb olunur. Son olaraq demək istəyirəm ki, bu hekayə əslində sadəcə bir nəfərin iyrənc cinayətləri haqqında deyil, yox. Bu, daha böyük bir məsələdir. Bu, bizim gücə, ədalətə, ümumiyyətlə sistemə olan inamımızla bağlıdır. Çünki bu hekayə bizə bir şeyi çox aydın göstərir. Hesabatlılıq olmayan bir cəmiyyət əslində cəmiyyət deyil. Sadəcə hər an dağıla biləcək kövrək bir illüziyadır. Və bütün bunlardan sonra sizi cavabı bəlkə də heç kimdə olmayan bir sualla baş-başa buraxmaq istəyirik. Əgər güc, güclüləri qorumaq üçün belə möhkəm bir qalxan yarada bilirsə, onda əsl hesabatlılıq necə olmalıdır? Biz onu necə təmin edə bilərik? Bu, həqiqətən də cavabı hamımızın birlikdə axtarmalı olduğu bir sualdır. Siz bu barədə nə düşünürsünüz? Fikirləriniz bizim üçün çox maraqlıdır, şərhlərdə bölüşməyi unutmayın.